İndi bayaq dediyimiz kimi uşaqlıq da yenə də çanaq boşluğunda yerləşir. Uşaqlığı da çanaqda saxlayan bağlar var. Və onu deməyim ki, uşaqlıq sallanması burada çox vaxt gənc yaşlarda da baş verir. Yəni sadəcə yaşlılarda deyil, gənclərdə də baş verir. Gənclərdə baş vermən səbəbi nədir? Özlərinin genetik olaraq bağ əzələ sisteminin zəifliyi. Çünki gənc yaşlarda zəif bağ əzələ sistemi olarsa, bəzən hətta bir doğuşdan belə sonra uşaqlıq sallana bilər. Soruçuruq, uşaq çəkisi az olub, hamiləlik çətin keçməyib, doğuşda rahat olub, amma uşaqlığın sallanması var. Bunu nə ilə əlaqələndiririk? Xanımda genetik olaraqmı, qazanılmış olaraqmı bəlli deyil. Bağ əzələ sistemi zəifdir. Uşaqlığında sallanma var. Bu durumda pasiyent bizə, bayaq dediyimiz kimi künt qasıq ağrı ilə gələ bilər, vaginada yağ hissiyyəti ilə gələ bilər, cinsi əlaqə zamanı ağrı, bəzən isə artıq sonuncu mərhələdə, 3-cü, 4-cü mərhələdə, bu sallanmanın 4 mərhələsi var. 3-cü, 4-cü mərhələdə heç bir şey ehtiyac yoxdur. Pasiyent onun vaginadan xaricə çıxdığını görür. Bu gənclərdədir. Yaşlılarda niyə artır? Bilirsiniz ki, yaşlarda ümumiyyətcə qadınlarda bağ əzələ sistemi olsun, dəri olsun, bu elastikliyi qoruyan, tənzimləyən estrojen hormonu var, qadın hormonu var. Klimaksa girdikdən sonra bu hormon bilirsiniz ki, demək olar ki, sıfırlanır və sıfırlandığı zaman təkcə özləri qocalmır ki, onun bağ əzələ sistemi də qocalır, zəifləyir və bu durumda da üzərinə ağır çəki olsun, daha öncə keçirilmiş doğum ölçüsü olsun, uşaqlıqda sallanma baş verir. Bu pasientlərdə də demək olar ki, simptomlar, şikayətlər eynidir, qasıq ağrısı, bəzi xəstələrdə uşaqlıq özü ilə bərabər sidik səndə aşağı artır, gətirir və bu durumda buraxın sidik qaçırma, artıq qadın sidiyə gedə bilmir, qloba girir. Çünki niyə? Xaricə çıxmış sidik hissəsi kinki yapır, qatlanır və qatlandığı üçün pasiyent sidiyə gedə bilmir. Yaşlı xəstələr bizə ən çox bu şikayətdən gəlir. Özləri uşaqlarından, nəvələrindən utanır, bu şikayəti demir. Müəyyən qədər uzun müddət bu sallanmış uşaqlıqla bərabər yaşayır, ta ki bu qloba girənə qədər. Və mən sizə qeyd edim ki, yenə də yaşlı xəstələr bizə sidik hissəsi də artıq dışarı çıxdığı üçün, uşaqlıqla bərabər dışarı çıxdığı üçün, pasiyent qloba girdiyi üçün, yəni artıq sidiyə çıxa bilmədiyi üçün, yenə də bu şikayətlə gəlir bizə.